Cəmi 3 ərzaqla bu günə dadlı şokoladlar hazırladım. Tərkibində nə un var, nə şəkər var, sadəcə 3 ərzaq var. Gedin göstərim necə hazırlayıram. Ərzaqlardan bizə lazımdır banan, bir banan. Çalışın ki, banan yetişmiş olsun, belə yumuşaq olsun. Onda daha da belə şirin olur, qəşəng yanır. Kakos turşkaları, yəni kokosun ovuntusu. Baxın. Bütün marketlərdə, bir də ki, tort ləvazimat yerlərində satılır və əsas olmazsa olmazı konfetləri dadlı edən şokolad. Şokoladı həmişə dediyim kimi dadlı seçin, dadına baxın alanda. Mən həmişə neçə illərdir elə bu paçkada alıram. Çox qəşəngdir, dadlıdır da. Həm də ki, sərf edir, qiymət olaraq da çox sərf edir. Burada 1 kilodur. Bunlar da tort ləvazimat yerlərində belə paçkalarla satılır. Yenə də dediyim kimi almamışdan qabaq dadına baxın, sonra əldə eləyin. Şokoladı da açmamışdım. Dedim ki, sizlərlə paylaşım, sonra açım. Qramlarına nə qədər lazımdır. Həmişə olduğu kimi qramları dəqiqliyinə video aşağısında sizlərlə paylaşıb yazacağım. Qramlarını. Hazırladığım şokolata görə, yəni konfetə görə də mənə lazımdır 100 qram. Özü bu konfetlər çox sərf edir. Nə qədər şokolad, şirniyyatlar hazırlamaq olur 1 kilo alanda. Ağzım qaplayıram. İçinə nəm keçməsin də. Şəkildə. Ya soyuducuda saxlayın, ya da ki şkafda. Yəni xarab olmur və həm də ki boldur da, bərəkətlidir. Çox şirniyyatlar hazırlaya bilərsiniz. İndi isə qab götürürəm və başlayıram hazırlamağa. Görəcəksiniz ki, necə asan, rahat hazırlanır. Çox da. Yəni əlinizin o qədər tutacaq ki, eləyin, qoyun soyuducuda. Yəni qonağınız gələndə, özünüz üçün, uşaqlarınız üçün çayını içəndə zaten biləcəksiniz ki, özünüz yəni hazırlamışsınız, nə ərzaqlar içində var və ərzaqdakı heç nə. 3 dənə sadəcə ərzaqdır. Bananı açıram və əzirəm. Yulkada qatıram. Yulkayla. Heç blenderda batırmırıq. Və qəşəng əzirik. Püre şəklinə salıram. Baxın, belə qəşəng püre şəklinə saldım. Yəni evdə banan xarab oldu, tullamayın. Qəşəng şirniyyatlar paylaşmışam. Şokolad da hazırlaya bilərsiniz, konfet. Və onun üzərinə tökürəm kakos turşkalarımı, yəni kokosun ovuntularını bananın üzərinə. Qəşəng qatışdırıram. Belə xəmir kimi alınır, baxın, yapışır. Vilkanı da qatışdırmıram, vilkanı qoyuram kənarda. Baxın, belə qəşəng. Bu şəkildə alınır, plastilin kimi. İndi уже əlimlə yoğuracağım. Əlcələrimi taxdım. Baxın necə olur. Baxın, yapışır bir-birinə, qəşəng. Hər dəfə rahat videolardan paylaşıram ki, əlinizdən tutsun, rahat. Girdiniz kuxnaya 5 dəqiqə hazırladınız sadəcə. Çayla qəşəng için. Necə şəkilləndirsəz, elə də qalacaq. İndi mən bunları şəkilləndirirəm. Kim istəsə belə yumru eləsin. Mən biraz uzun şəkildə edəcəm. Baxın, bu şəkildə. Belə. Bax, belə. Hamısını bu cürə şəkilləndirirəm, yığıram qaba. Göstərdiyim kimi şəkilləndirirəm, yığıram bir qabın üzərinə. Mən taxtanın üzərinə yağlı kağız qoymuşam. Yəni soyuducuya bu taxtanı aparacağım da qoymağa. Siz elə qab seçin ki, dondurucuya girsin. Yəni, baxın, bu şəkildə. İlk belə eləyirəm ki, belə preslənsin. Sonra formanı verirəm.
Şam. Bakın. Hazırladım. Tadank. Bu şekilde. Ne kadar alındı? 3, 5, 3, 5. 10 tane. Hemen o kadar porsiyadan 10 tane alınır. Aparam dondurucuya. 10-15 dəqiqə bəs eləyir. Dondurucuda qalsın. Konfetlər qəşəng 10-15 dəqiqə dondurucuda qalacaq, bərkisin. Onlar bərkənə qədər şokoladımı apararam əritməyə. Kim istəsə qazın üstündə əridə bilər. Bilirsiniz də necə. Kimsə istəsə mikrovalnovka varsa mikrovalnovkada 15 saniyə bəs eləyir. Elə bil 15 saniyə, bir də 15 saniyə. Şokoladın üzərinə ya kərə yağı, ya duru yağı. Bir xörək qaşığı. Yağını da əlavə etdim. Aparam mikrovalnovkaya dediyim kimi 15 saniyə. Sonra tezdən söndürürük. Tezdən 15 saniyə. O şokoladım ərisin. Konfetlərim bərkisin. Görürsünüz necə rahat asan alınır. Heç nə. Nə bilim 5 dəqiqə vaxt aparmır bunun hamısına. Necə ki, yəni çay dəmalına qədər də deyə bilərəm. Zato super dadlı bir konfet əldə edəcəksiniz. O video axıra qədər baxın ki, dəqiqliyini qaçırmayasınız. Nəyi necə eləməyə. Eğer size maraqlıdırsa, mən milyon ünsiyyət qurmaq, suallar vermək, mətbəx haqqında, milyon haqqında Telegram kanalıma gəlib, yəni Telegram kanalda WhatsApp kimindir də. Burada olabilir ki, YouTube'a yazanda bəzən kommentləri YouTube bağlayır, yazdığınız mesajlar gəlmir. O bizdə deyil də, YouTube'luqdur. Telegram kanalındasa WhatsApp kimindir? Yəni bir sualınız varsa, milyon haqqında, yəni mətbəx haqqında ora belə qəşəng yazırsınız. Mən də cavablayıram. Həm də ki, mən orada gündəlik videolarımdan, burada paylaşmadığım videolarımdan paylaşıram. Gəlib abunə olun. Baxın, əritdim. Milyon bugün salamlaşmayın sizlərlə. Şalam, şalam, caniklarım. Şalam. Şokoladı da əritdim. Baxın, göstərim. Belə qəşəng əriyir. Dondurucudan da gətirdim konfetləri. İndi qəşəng bərkiyiblər. Salıram şokoladın içinə, çıxardıram. Bu şəkildə. Və üzəri üçün dekor olaraq, indi göstərəcəm sizə. Dekor olaraq kokosun özünü və balaca güllərim var, lavanda gülləri. Ondan istifadə edəcəm. Belə şokoladı batırandan sonra güldən qoyuram. Belə bu şəkildə. Biraz da kokosda dökürəm. Görünüşü qəşəng olsun. Belə. Yenə götürürəm. Şokoladın içində fırladıram. Göstərim. Bu şekilde qəşəng hər tərəfini şokolad eləyirəm. Üzərinə gül. Belə qəşəng görsənir quruyandan da sonra şokolad olaraq süfrədə çox qəşəng görsənir, xoşum gəlir. Və ağdan kokosun özündə. Hamısını bu şəkildə şəkilləndirirəm, yəni bəzək verirəm. Şimdi bakın ne geçen oldu. Hazır oldu. Aparam yine dondurucuya. 15-20 dakika saklayıram. Dondurucudan çıkarıram. Bakın ne geçendi. Maşallah. Çok güzeldi. Şokoladlarımı, bakın böyle keks kağızları satırlar keks hazırlamaq üçün. Mən bunları çox vaxtı peçenyeləri qoyuram. Stola qoyanda qəşəng xoşuma gəlir. Şokoladları da istəyirəm, göstərim. Belə içinə qoyuram. Ay, bu şekilde qəşəng görsənir. Baxım gəlir. Akuratlı. Süper değil mi? Hiç 10-15 dakika geçmedi. Evde bu cüne geçen şokolad konfetleri oldu.
Dadına baxay. Bismillah. Dadını başa sala bilməyəcəm. İnanılmaz dadlıdır. İnanırsınız? Mən çayla sevirəm şokolad yeməyi, amma bu şokoladı elə çaysız adam yeyər. Möhtəşəmdir. Uşaqlar çox sevəcək. Aparım yoldaşıma. Yamanım. Səs bura gəlmir baş belə eləyəndə. 2 dənə belə gəldi. Ah, süper. Siz de hazırlayın. Nuş olsun.